Əmək yarmarkasında dövlət və özəl sektoru təmsil edən 21 müəssisə iştirak edib. Tədbir çərçivəsində informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnatçı, fəhlə, dəmirçi, gözətçi və digər peşə istiqamətləri üzrə ümumilikdə 90-a yaxın vakant iş yeri iş axtaran şəxslərə təqdim olunub. Bugün Laçında sayca 11-ci əmək yarmarkasını işə götürənlərlə bərabər təşkil etmişik. 9-u dövlət, 12-si özəl tərəfdaş olmaqla ümumilikdə 21 işə götürən tərəfindən 86 vakansiya burada təqdim edilir, təklif edilir və bu platformada biz Laçınlıların, Laçın əhalisinin iş axtaran, işsiz olan qisminin burada işə götürənlərlə və onların təklif etdiyi vakansiyalarla yaxından tanış olması və eyni zamanda vakansiya tələblərinə uyğunluğun müəyyənləşdirilməsi platforması formalaşdırılıb və inanırıq ki, burada əmək münasibətlərinin başlanğıc üçün gözəl bir an və fürsət kimi qiymətləndiriləcəkdir. Yarmarkaya qatılan vətəndaşlar vakansiyalarla yaxından tanış olmaq, işə götürənlərlə birbaşa ünsiyyət qurmaq və öz ixtisas və bacarıqlarına uyğun iş imkanlarını dəyərləndirmə imkanı əldə ediblər. Müəssisələrin nümayəndələri tərəfindən namizədlərlə ilkin müsahibələr aparılıb, onların peşə bacarıqları və iş təcrübələri qiymətləndirilib. Tədbir zamanı vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri, peşə hazırlığı kursları, özünü məşğulluq proqramları və əmək bazarında mövcud imkanlar barədə də ətraflı məlumat verilib. Bildirilib ki, regionlarda belə əmək yarmarkalarının təşkili əhalinin dayanıqlı məşğulluğunun təmin olunmasına, sosial rifahın yüksəldilməsinə və əmək bazarının inkişafına mühüm töhfə verir. Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin müxtəlif şəhər və rayonlarında əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Anar Şuşalı, NTV Xəbər, Laçın.